28 mayda xadimə işi var yoldaşlar. Mən 2 dənə xadimə işindən bəhs etmək istəyirəm bu videoda sizə. Onlardan biri 28 maydadır. Deməli 28 maydakı olan xadimə işi 600 manat verir. AM Electronics'dədir. Elektrondadır daha doğrusu. Deməli, həftə içi 6 günlük bir işdir. Heç olmasa orta və yaxud da orta ixtisas təhsiliniz varsa bu işə müraciət edə bilərsiniz. Bu belə bir variantdır. 6 günlük işdir. Digər xadimə işi isə yüksəkdir. 50 manat yuxarıdır əmək haqqısı. Viyana şokolad evindədir. Bu isə 650 manat verir. Bu da xanımlar üçündür. Burada təhsil vacib deyil. Yaxşında fikir verdinizsə təhsil tələb eləyirdi. Və deyirdi ki, heç olmasa yəni orta və ya orta ixtisas təhsiliniz olsun. Burada isə təhsil vacib deyil. Amma 1 illik iş təcrübəniz olmalıdır yoldaşlar. Bayaqkında misal üçün təcrübə tələb eləmirdi bir mənalı olaraq. Demirdi mütləq olsun. Amma bu Viyana təhsil tələb eləməsə də təcrübə tələb eləyir 1 ilə yaxın. 650 manatda əmək haqqısı var yoldaşlar. Bu işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Qeyd edim ki, bunlar son 48 saatın xadimə işləridir. Amma bu demək deyil ki, son 48 saatda olan xadimə işləri ilə bunlardan ibarətdir. Xeyr. Nisbətən ən yüksək olan xadimə işlərindən mən 2 dənə nümunə misal verdim sizə. Təkcə xadimə işi deyil, digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Siz bu videonu harda görürsünüzsə, orada kanala daxil olun, Toğrul Özüvalı kanala. Kanala daxil olduqdan sonra orada diqqət etsəniz əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.